ekrana daha yaxın əyləşin, maraqlı reseptlər görəcəksiniz. Çox rahat, başa gələn biskvitdir. Elmira xanım yemək bişirəndə xoşbəxt olur, üzü gülür. Piraşki deyirəm sənə, piraşki deyir və yedəmək. Mənə danışma nağıllar, mənə danışma yalanlar. Hər bir mətbəxin öz kraliçası var da. Bizim də evimizin, mətbəximizin sahibəsi mənim anamdır. Çox qəşəng hazırlayır. Yəni o olduqca nəyə əl vurur? Hər şey hazır, hər şey qəşəng. Ən arıq olduğum vaxtda belə yeməklə aram mükəmməldir. Yəni insanlar o dietik yeməkləri belə zülmlə yeyirlər. Yəni mən onu belə xüsusi bayramla yeyirəm. Özüm hazırlamağı sevirəm, amma bunu evdə sevmirlər çünki bütün mətbəxi dağıdıram. Ona görə məni mətbəxdən qovurlar. Verilişin sponsoru Depavit D3 vitamini. Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Mən yenə qarşınızdayım. Bazar günü günorta saatlarında mən hər həftə gəlirəm sizə mənim süfrəm deməyə. Mən deyəndə mən tək deyiləm, Elmira xanımla birgə. Elmira xanım, salam aleyküm. Salam Fərid, salam. Necəsiz? Çox sağ ol, dua edirəm sizə. Çox yaxşı. Elmira xanım, onu da deyim ki, tanınmış foodblogerdir. Artıq bizimlə olacaq hər həftə. Hörmətli xanımlar, ekrana daha yaxın əyləşin hər həftə. Mənim süfrəmdə Elmira Qədirovadan maraqlı reseptlər görəcəksiniz. Həm Elmira xanımın Instagram səhifəsində Elmira Qədirova adlanır, həm də bizim proqramda. Və bugün də yeni ilə 4 gün qalıb və 4 gün sonra həmrəlik günümüz olacaq və yeni il gəlir. Bu il bizim üçün fərqli, sevincli, biraz da kədərli, Bəli. hər cür qarışıq hissli bir il oldu. Bəli, bəli. Bir gözümüz sevinir, amma bir gözümüz kədərlidir. Amma neynəmək olar ki, həyat davam eləyir. Sadəcə olaraq, biraz, yəni mən buradan əvvəla hamını salamlayıram. Öz izləyicilərimi, Azərbaycan xalqına salamımı deyirəm. Deməli, yəni ki, hamınız mənim üçün çox əzizsiniz. Fərid, sizə ümumi xüsusi təşəkkürümü bildirirəm ki, siz məni dəvət edirsiniz. Sizinlə çox gözəl anlar keçirdirəm, dəqiqələr keçirdirəm. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun, siz də zamanınızı ayırırsınız. Bəli, və belə deyək ki, Allah bizim şəhidlərimizə rəhmət eləsin. Amma bugünkü sevinç, yəni yəni biz onların hesabına biz bu sevinci yaşayırıq. Düzdür, bir gözümüz ağlayır, bir gözümüz sevinir, amma yenə də neynəmək olar. Və buradan yenə həmişki kimi deyirəm, Azərbaycan zabitlərini, əskərlərini Allah qorusun. Bizim qazilərimizə Allah şəfa versin. Bizim o nur üzlü mələk şəhidlərimizə Allah rəhmət eləsin. Amma həyat davam eləyir. Həyat davam eləyir və bir neçə gün sonra yeni il gələcək. Yeni ildə də inşallah özümə və bütün Azərbaycanlılara o arzu edirəm ki, Qarabağa getsinlər və oranın gözəlliyin görsünlər və orada belə süfrələr açılsın. Mənim də arzum odur ki, Elmira xanımla orada Şuşada hər hansı bir proqram bölümünü hazırlayaq inşallah. Çox belə sevinərəm. Elmira xanım, Arzumdur Şuşaya getmək. Qarabağda olmusunuz yoxsa olmamısınız? Yox. Olmamısınız, inşallah olarsınız. Allah qoysun. Birinci haranı planlaşdırırsınız görməyi? Mən çox səbirsizliklə Şuşanı görmək istəyirəm. Bilmirəm niyə, bilmirəm. Amma Şuşanı görmək istəyirəm. Görərsiniz, inşallah bu yaxın günlərdə görüntü gördüm. Əməkdar artist Tahir İmanov, o Şuşalıdır. O da getmişdi, görüntüləri paylaşmışdı. Süleyman Ələsgərovun nəvəsi və digər məşhurlar da artıq, Şuşalı məşhurlar da artıq Şuşaya ayaq basmağa başlayır. Yol artıq tam açılsın, karantin bitsin. Biz inşallah hamımız Şuşaya gedəcəyik. Hələ ki Şuşaya getmirik, amma biz buradayıq. Elmira xanımın ləziz təyamları bugün olacaq. Burada toyuq əti görürəm. Toyuq ətin yuyub qoymusunuz. Bəli, deməli, mən bu gün toyuqdan bol tərəvəzli bir qəşəng xörə eləyəcəm. Yəni toyuq öz sokunda, şirəsində bişəcək. Ora su əlavə eləməyəcəm. Və mən bu gün şirniyyat bölməyə gələndə şarlota piroq eləyəcəm albalı ilə. Yəni bu qışda özü də bir möcüzədir ki, albalı qışda tapmaq. Albalı, bəli. Yaydan dondurmusunuz. Bəli, tumunu çıxartmışam, yığmışam qaba və dondurucuda qalır. Evlər qadınlara məsləhət bilərdi ki, mövsümündə eləsinlər. Həm də onu rahat belə salfetin üzərinə yığırsan, bir-bir qurudursan. O variantda olur. Yəni mən düzdür onu eləmirəm. Nə üçün? İndi yəni mənə bu rahatdır. Amma ki onun çox gözəl üsulu var. Olsun albalı, olsun malina, moruq. Yəni ki onu dənə-dənə yığırsınız taxtanın üstünə. Bax belə bir taxtanın üstünə və onu qoyursunuz buzxanaya.
O meyvələr orada Tək-tək donduqca, bəli. Və sonra o meyvələrin donu açılanda elə bilərsən, bax indicə alır. Təravətli qalır. Çox gözəl qalır. Hə, birinci o zaman yeməyi bişirək, sonra şirniyyat eləyərik, yoxsa necə? İcazə olsaydı mən birinci şirniyyatdan O zaman şirniyyatı başlayardım. eləyək. Hörmətli tamaşaçılar, diqqətlə izləyin, hörmətli xanımlar və bəylər, daha çox xanımlar. Yeni il süfrənizin maraqlı bir şirniyyatı ola bilər. Elmər xanım başladı, yumurtaları əlavə olunur. Lazımdır bizə yumurta, un. 6 yumurta, 6 yumurta, 2 stakan şəkər, yarım stakan duru yağ, bir dənə xama. Bir balaca qab. Bir balaca qab. Yağlılıq nə qədər olmalıdır? Fərqi yoxdur. Kim nə xama istəyir, yəni onu işlədə bilər. Ən maraqlı bir şeydir, deyim, gülmürəm, lağ eləmirəm. Reseptdə yazıram xama, yazırlar ki, Elmira xanım, xama Smetan. nədir? Rus dilində smetandır. Və bir məqamı istəyirəm vurğulayam. Bəli. Kimin ki yumurtaya həssaslığı var, Fərid. Bəli. Mən vanili indidən bura əlavə eləyirəm. Yəni, yumurtanı öldürsün. Yumurtanın iynə. Amma ümumiyyətlə bu yumurtaya aid deyil. O, kənd yumurtasına aid olan bir məsələdir. Yeməkdən danışdıq, amma musiqi də olmalıdır. Musiqi də ruhun qidasıdır. Bu qidamız var, indi ruhumuzu qidalandıraq. Əməkdar artist, dostum Şölə Səfərəliyeva gəlir, ifası ilə gəlir. Buyur, Şölə.
xoş gəlmisən Ayşələ. Çox sağ olun, xoş Necəsən gördük. Ayşə? Xoş gününüzə gələk. Yaxşıyam. Mahnın qəşəngdir, danışma yalandan. Təşəkkür, çox sağ olun. Çay. Hər vaxtınız xeyir, Elma xanım. Səsə görə üzürlü. Artıq çayı verirəm. Şirniyyatı da Elmira xanım artıq hazırlayır. Mən artıq öyrəşmişəm sizin verilişə gələndə yemədən, içmədən buradan getmək olmaz. Necədir işlər Ayşələ? Şükür, yaxşıdır. Çox sevinirəm ki, qələbə günlərimizi qeyd edirik. Bir neçə gündən sonra Dünya Azərbaycanla həmrəylik günü olacaq. Yəni qəlbən, ruhən ona hazırlaşırıq. Bu il bayramda, yəni həmrəylik günündə yeni ildə biz deməyəcəyik ki, gələn il Qarabağda keçirək. Bəli, O gün bəli. olsun Qarabağ bizim olsun, yəni Qarabağ artıq bizimdir. Biz Qarabağdayıq. İndi bu il deyəcək ki, o gün olsun, o gün tez gəlsin, havalar tez istiləşsin. Novruz gəlsin, yay gəlsin, biz rahat Qarabağımıza gedək. Zaten inşallah deyiblər ki, Türk Vizyon olacaq, bilirsiniz. İnşallah. Yayda Sən Şuşada. yeri olsam qoşularam ora Şuşaya getməyə görə. İnan ki, Fərid, mən artıq demişəm ki, bu Türk Vision olsun. Yəni tamaşaçı qismində belə olsa, mən mütləq ora Münsif gedəcəm. də gedə bilərsən əslində. Təcrübəm var. Dəvət eləsələr məmnuniyyət. İnşallah. Elmira xanım, Bəli. proses Proses çox asan prosesdir. Artıq xanımlar şölə də hamısı- bacarıqlı da, yəni Çox gözəl. Mən ümumiyyətlə şübhəm yoxdur ki, bizim Azərbaycan xanımları Bəli. bacarıqlıdır. Mən hamısına fəxr eləyirəm və həmişə canlılara deyirəm ki, mən fəxr eləyirəm ki, özüm Azərbaycanlıyam və bu cür Azərbaycan gözəl qızlarımız var, xanımlarımız var. Təşəkkür, sağ olun. Quran haqqı. Yəni ki, bizdə olan qabiliyyət, bizdə olan nətər deyim, tərbiyə heç bir millətdə yoxdur. Və kənara, Azərbaycandan kənara getdikcə deyirəm, ay Allah, nə yaxşı ki, mən Azərbaycanlıyam. Məsəl üçün bizdə avtobusda binalara baxıram, ağaclara baxıram və deyirəm ki, niyə mən görəsən cavan olanda belə şeylərdən həzz almamışam? İminlə yaşdaşandan sonra. Ona görə sevinin, hər bir şeyə sevinin Bəli. uşaqlar. biz də sevinirik ki, siz bu gün buradasınız və bizim üçün Şarlotta Deməli, şirniyyatı hazırlayırsınız. Biz üçün, Şarlot üçün bizə lazımdır 6 yumurta, 2 stakan şəkər, yarım stakan duru yağ, bir dənə xamar, bir paçka kabartma, 2 paçka vanil. Niyə? Vanil bizdə xanımların çoxsu yumurtanın iyinə həssasdır. Bir onu da vurğulayım. İndi hazırda olanda Allah qoysa yenə izah eləyərik. Yəni hansı ki xanımlarda biskvit alınmır, bu ən gözəl variantdır. Çox bir gözəl, mükəmməl bir korж, biskvit çıxır. Yəni buna məsəl üçün şirniyyat aləmində kek deyirlər də. Yəni ki biz korj deyirik, buna kek deyirlər. Çox gözəl, ağ, belə ətirli, ləzzətli. Verərsiniz, mən nəsə iş görərəm də sizə kömək eləyərəm. Hə, Amma birazdan. Baş üstə. Şöyle, bu il necə il oldu sənin üçün? Yəni bilirik, koronavirus, o, bu, belə... Başdan başlayır. Başdan başlama isə ortadan başla. Yəni il necə yadda qaldı səndən? Qarabağ bizim oldu. İl biraz qəmli notlardan başlayaq, keçək biraz Buyurun. şən notlara. İlimiz başladı, fevralın sonunda mən müəllimimi itirdim. Hə, Allah rəhmət Qaya eləsin. Dövlət Bəli. Ansamblının solisti, bədii rəhbərimiz Rauf Babayev, Rauf xalq Babayev. artistimiz dünyasını dəyişdi. Və ondan sonra bizim bir balaca lap qəmli günlərimiz başladı. Bilirsən ki, evdə karantin, heç hara çıxa bilmirdik. Bir balaca apatiya hissi var idi məndə. Depressiyaya düşürdüm, hardasa bir balaca yaxşı keçmədi məndə. Amma sağ olsun, heç olmasa televiziyalar yəni dəvət edirdilər. Baxan bəlkə də deyirdi ki, ay nə yaxşı, bütün günü yəni televiziyadasan. Həm də konsertlər yoxdur, ənənəvi. Heç nə yox. Təsəvvür edin ki, proqramlar. magistraturada oxuyurdum və artıq demək olar ki, bitirdim. Yəni bu il Online. necə bitirdim, necə başladı heç özümdə xəbəri olmadı. Yəni dərs yox, iş yox, harasa getmək yox, bir balaca problemlər oldu yəni. Amma ondan sonra yəni yaydan bu tərəfə artıq ki bu necə deyim, bu döyüşlərin başlamağına həm sevinirik, həm kədərlənirik, amma şükür ki, yəni bu sən demişkən gələcək nəsillərimizə qalmadı da ki, biz gələn il Qarabağda keçirəcəyik bayramlarımızı. Artıq bu ildən inşallah yeni ildən bütün bayramlarımız, xoş günlərimiz orada keçəcək inşallah. İnşallah yeni mahnıların da oldu vətənpərvərlikdə. Sonda inşallah oldu, eşidəcəyik. Bəli, yeni mahnılarım oldu. Eldar Mansurovla çalışdıq. Bir çox efirlərə dəvət aldım. Yadda qaldım. Hərbi köynəyimlə yadda qaldım. Gəlmişsiniz bizim digər Deməli, layihəyə. hardasa 2 ay ərzində, bu 44 gün ərzində Əlinizdən təsəvvür edin ki, çıxartmadınız. çıxartmadım
başladım, əhd eləmişdim ki, hətta bir neçə rəfiqəmin maması da dedi ki, bu qızın başqa paltarı yoxdur Yox, geyinməyə. qalıb o köynəyində. Əlbəttə Mən ki, sən mən yeri onu olsam həmişə o saxlayacağam. ömür boyu saxlayaraq. Saxlayacağam onu, hə. O köynəklə yadda Bir dəqiqə qalır. mən sözünüzü saxlayayım, buyur. balla, bu Şarlotta Bəli, bəli. şirniyyatı ilə kəsib. Elmira xanım, siz də onu hələ eləməyin. Bir dənə stop eləyək. ATV-də reklamlara baxsın tamaşaçılar, birazdan bir yerdə olacaq. Günəş D vitamininin təbii mənbəyidir, amma qışda günəş olmur. Ona görə əhalinin 50%-i D vitamini çatışmazlığından əziyyət çəkir. Mən sizə Defavit D3 vitaminini təqdim edirəm. Elə əsl qışın malıdır. Bu formada flakonlar var, damcı şəklində və bu formada tabletlər var. Bu dərman vasitəsi deyil, təbii qida əlavəsidir. Siz immunitetinizi gücləndirmək istəyirsinizsə, virus və infeksiyalara qarşı müqavimət əldə etmək istəyirsinizsə, Defavitdən istifadə edin. Defavit D3. Qoy həmişə günəş olsun. Studiyamızın bayram əhval-ruhiyyəli tərtibatı üçün Vəsilə xanım və Tahir bəyə təşəkkür edirik. 055 345 3444 nömrəsinə zəng eləyin. Onlarda çatdırılma xidməti də var. Bu məhsullardan əldə eləyin. Bu məhsulları şəhərimizin müxtəlif marketlərində, Grand Mart və Extra Store mağazalarından əldə eləyə bilərsiniz. Təşəkkür edirəm. Saç düzümümə görə usta Sulduz İmanlıya təşəkkür edirəm. Sağ olsun, gəlir studiyamızdan mənim saçımı baxın bu gözəl formaya salır. Verilişin sponsoru Defavit D3 vitamini. Reklamlar bitdi, verilişimiz davam edir. Dayan demişdim, Elmira xanım da dayandı. Elmira xanım, prosesi birbaşa salın, əsas püf nöqtələr dildir, tuşlar. Püf nöqtə. Püf nöqtə. Yumurta ilə şəkəri, vanili ağarana qədər çaldım. Sonra mən bura əlavə elədim xamanı, bir də duru yağı. Və mən onu artıq mikserlə çalmıram. Niyə? Çalınmış kütlə dəmirlə, metalla toqqaşanda onun köpü yatır. Və mən indi bura, bax 3 stəkan un, Əliyirsiniz. bir paçka kabartma. Bax mən indi onu yavaş-yavaş, hamısını yox. Qızlar artıq bilirlər, amma yenə bax görsələr də, özü nə qədər də görürlər, yenə də sual bitmir. Niçin biz bunu belə eləyirik? Yəni un ələnəndə, Fərid, unda un elə bir ki havalanır da, hava udur özündə və həmin bişmiş çox qəşəng havalı olur, ləzzətli olur. Bu püf nöqtədir. Yəni biskvit xəmirdir. Baxmayaraq ki, burada duru yağı var, xama var. Bu biskvit xəmirdir. Buna baxın, bax, köpü zadı heç nə yatmır. Xanımlarımızın hamısına, yəni izləyicilər hamısı bu nüanslar maraqlıdır, bilməlidir. Yəni bu biskvit biraz bişmişdə, belə deyim, bişmişimizin ən belə kaprizni bişmişimiz şəkər buradır. Bay dəymə düşərdi də, bir də biskvitdir. Nə tər eləyirsən, hamısını düz eləyirsiniz də, amma nəticədə görürsən ki, nəsə yenə alınmır. Şəkər bura indi bir başqa sualdır. Mənə elə gəlir ki, sizin verilişdə bir gün imkan olsa... Eləyərik, üzü nə olursa. Şəkər bura, həri. İnanız ki, hamıya maraqlıdır. Amma şəkər bura kimi gözəl bişmiş yoxdur bizdə. Bəli, bəli. Badam buranı da xoşlayıram mən. Eyni Mən demək də olar. paxlavanı xoşlayıram. Bilirəm ki, mətbəxlə aram var. Bir verilişimizdə olmuşdum, bizim hələ layihədə olmuşdum. Bir il əvvəl, səhv il yarım əvvəl və orada hazırlamışdım. Amma bilirəm ki, bacarırsan, amma evdə ana hazırlayır hər şeyi. Onu kim dedi? Hardan Belə o verilişlərə o qədər maşallah verilişlərimiz olmuşsan ki, hər şeyi bilirik, yəni. Düz deyirsən. Niyə? Çünki hesab edirəm ki, hər bir mətbəxin öz kraliçası var da. Yəni bizim də evimizin, mətbəximizin necə deyirlər, sahibəsi mənim anamdır. Allah onun canını sağ eləsin. Doğrudan da Buradan salamlayırıq. Salamlayıram, hə, valideynlərimə, ailəmə salam göndərəm buradan. Və çox qəşəng hazırlayır. Doğrudan çox gözəl hazırlayır. Allah canını sağ eləsin. Və ona görə yəni o olduqca nəyə əl vurum? Hər şey hazır, hər şey qəşəng. Mamaların ürəyində məhəbbət çoxdur. Bəli, bəli. Mamanın hər bir evladı dünyaya gəldikcə xanım bir dünya olur. Yəni ki, bir evlad var, ikinci evlad gələndə daha maraqlı gəlir. Üçüncü evlad gələndə o da maraqlı gəlir. Onun görünüşü, onun hər bir hərəkəti. Valla 4 uşaq da olsa, yenə də
qadın uşaqla çiçəklənir. Özü bir söz deyim, Buyurun. uşaqlıqda bəlkə də mamamızın qədrini elə də çox bilmirik, incidirik onu, ola bilər. Amma böyüdükcə, yaşa dolduqca başa düşürsən ki, ana doğrudan da yəni elə böyük bir varlıqdır ki, sən heç vaxt onun ödəyə bilməzsən etdiyi yaxşılıqları həqiqətən. Allah bütün anaları saxlasın. Amin, amin. Sizin ananızı, Elmira ananı. Mənim mamam Allah rəhmət eləsin. Allah rəhmət eləsin ölənlərə. Və mən indi Fərid biraz Elə mənim anam da haşiyadan çıxmaq kimi olur. Mən indi hal-hazırda bir balaca çox məyusam. Mənim mamamın bir tərəfi həqiqətən Qarabağa. Mənim anamın ata tərəfi Qarabağlıdırlar. Zəngilan rayonundandılar. Amma mənim anamın ana tərəfi onlar Təbrizdəndirlər. Amma mamam həmişə o niskil ki var idi. Zəngilanı görmədi. Görmür. Yox, mamam 11 ildir rəhmətə gedibdi. Allah rəhmət eləsin. Sadəcə olaraq biz nəyiz indi peşmanlıq, biz mamamın nəslini araşdırmadıq. Mənim mamamın çox gözəl adı var, Ağabəyim. 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 Və o ola bilər ki, indi İradə məsəl üçün onu araşdırır, eləyir. Ana gözəldir. Mənim mamam həmişə bizə gələndə, elə ki, biraz gördüm, nəsə qanım qaradı, başımı qoyardım dizinin üstünə. Və o başımı tumaraya, o bir anlıq insan hər bir şey olur. Görürsünüz, hər yaşda Analarınızdan müğayət olun. Ata bir başqa cür varlıqdır evlad üçün. Həqiqətən də deyirəm, Qurana and olsun. İllah ki, qız uşağı üçün. Və yenə deyirəm, bu müharibə biraz lap mən, onsuz da duyğusal idim, bu müharibə lap mənə duyğusal eləyib. Allah uşaqları, evladları nə atasız, nə anasız eləməsin. Hər şeyin öz vaxtı və ədəsi var. Anamı istədim, elə. Mən də istədim. Can, Ben ana annemi, neymətdir. ben babamı, ben köyümü özlədim. Çox doğrudan da o da çox qəmli mahnıdır. Tarixçəsini yəqin bilirsiniz. Bilmirəm, yox. Bilmirsiniz? Yox. Danış yaxşı. Deməli, Həyat, dünya, həyat, yaradıcılıq, gəzinti, verilişdə maşallah var ha. Yemək, içmək. Buyurun, ben annemi, ben babamı özlədim mahnısının Mən tarixi. köyümü özlədim əslində mahnının adı. Deməli, bu türkü necə yaranıb? Türkiyənin deməli kəndlərindən birində cavan bir xanımı ailə qurmaq üçün başqa bir kəndə göndərirlər və o kənddə də oğlan tərəfi ona yaxşı baxmır. Qız o qədər kəndini, o qədər valideynlərini darıxır, özləyir ki, o mahnıda necə deyərlər. Və ona görə deyir ki, yüksək təpələrdə yəni qar yağmasın, yəni heç olmasa elə bir yerə övladınızı köçürün ki, o ailəsi ilə görüşə bilsin və elə də dünyasını dəyişir. Təsəvvür edin ki, valideynlərini görmədən və bunu biləndən sonra o mahnını dinləyəndə mən onsuz da gözü suluyam. Bəlkə bir dənə oxuyasan. Amma sözlərini yaxşı bilmirəm. Bir dənə qısadan mən oxudum heç. Yüksek dağlarda kar yağmasın. Yüksek dağlarda kar yağmasın. Annesinin yavru bebeleri ben annemi özledim. Nəsə belə balaca bir şey sözlər. Elə də qəbul. Halaldır. Bütün anaların əllərindən öpürük və Elmira xanım. Biraz səs eləyəcəm. Elin. Bunu belə eləyirik ki, Bu hava qalmasın. Bəli. Hava qalmasın. və belə. Boşluq olmasın. Bəli. Bu qəşəng şişəcək də. Bəli, boyda olacaq bu. Olar sən balını bunu Niyə olmur? Niyə olmur? Mən keçid alım başqa xörəyimizə. başlayın. Onu verin bura. Mən burada onunla məşğul olacağam. Buyur atam. Elə hər yerə albalı çatsın. Hə, indi ikinci yeməyimiz isə hörmətli tamaşaçılar, toyuq yeməyidir şöyle. Elmira xanım kulinardır, məşhur food blogerdir. Bəli. Böyük bir kütləsi var. Həmişə Elmira xanım Instagramda tamaşaçılar üçün hazır. Bu dəfə bütün Azərbaycan üçün hazırlayır. Bütün Azərbaycan xanımları bu dəqiqə Elmira xanımın timsalında bu yeməyi məncə heç olmasa 10 nəfər hazırlayacaq. Heç olmasa bir nəfər də hazırlasa, çəksin, göndərsin mənə. Fərid Rəsul ya da Elmira xanım, mən hədiyyə göndərəcəm. Həmin Dəqiq göndərəcəksən, gəlinimizə deyim hazırlasın. başlasın da. Başlasın hədiyyə məndən. Yaxşı. Sənə bir hədiyyə verim Depavitdən D vitamini. Wow. İndi çox vacib bir vitamin. Bəli, ən vacib bizim sponsorumuz Depavitdən. Bəli, təşəkkürümü bildirirəm, çox sağ olun. Əgər kim bişirib göndərsə, mən də ona Depavit verəcəm. Yaxşı. Bəli. Çox sağ olun. Deməli, toyuq bu xörək üçün bizə lazım olan. Bax, mən niyə belə götürmüşəm dənə ilə? Bizim xanımlarımıza rahat olsun.
3 soğan, 3 pomidor, 3 biber. Onun da biri indi belə qəşəng biberlər satışda var. Bolqarski peris deyirlər, Bolqarski odur, peris hə. çox qəşəng möhtəşəm xörəyin rəngi eləyəcək. Xörəyin özəlliyi nədir? Xörək öz suyunda bişəcək. Quru olmayacaq, çox ləzzətli olacaq və mən xörəyi deməli bişirirəm broiler toyuqdan. Deməli mən əvvəl nə edirəm? Mən broiler toyuğu doğrayıram və 40 dəqiqə duzlu suda saxlayıram. Onu mən niyə eləyirəm? Xanımlarımızın çoxu biraz qorxurlar broiler toyuqdan. Amma mən buradan izah eləmək istəyirəm ki, broiler toyuqdan qorxmaq lazım deyil. Sadəcə olaraq duzlu suda biz onu saxlayanda, deməli o toyuqda olan artıq iyi, yəni xoşa gəlməyən, yəni heç nə gəlmir, amma bəzi xanımlar bizdə çox həssasdır və onun o tərkibində, hətta suyun tökəndə görürsən ki, elə bax elə o jile kimi bir şey çıxır. Ət artıq özüdür, baxın görün, bax tərtəmiz, heç nə yoxdur. Hər halda siz daha yaxşı bilirsiniz. Bəli, və mən bunu aş üzərində niyə saxlamışam? Mən toyuğu ayrıca bişirmirəm, mən indi bütün prosesi sizə nümayiş edəcəm və görəcəksiniz. Əziz xanımlar, əziz izləyicilər, hazırlayın. Soğanı doğrayıram indi və siz istəsəz hətta bu xörəyi hazırlayıb böründə düyü, bulgur, kartof da yəni ki istifadə edə bilərsiniz. Şöyle. Bəli. Hansı şirniyyatları bacarsan belə? Dadlı. Yeməyi. Yeməyi, hə, yeməyi mi? Yeməyi, hə. Bişirməyi yalan deyəcəm ki, hər gün nəsə şirniyyat bişirirəm, yoxsa ayda bir dəfə. Şirniyyat bişirməklə elə də aram yoxdur, amma o birisi yeməkləri məmnuniyyətlə bişirə bilirəm. Bu yeni ildə, indi bu gün ayın 27-sidir də. Aha. Yeni ildə anaya kömək eləyəcəksən, yoxsa hələ hər şey Mənim Stalisniyə məncə paytaxt salatına kömək eləyəcəksən, o ailəvi. Yox, özüm eləyəcəm. O mənim vəzifəmdir. Paytaxt salatları ümumiyyətlə həmişə özüm eləyirəm. Amma belə ağır yeməklər nəsə varsa, nə bilim dolma bükmək. İndi mamam qulaq asır, deyir ki, incə qəşəng-qəşəng danışır orada. Neyim ay mama, məcburam. Yəni ki, belə. Belə. Hə, belə. Elmira xanım. Can. Bu vəziyyətinə bir dənə baxın bunu. Hamısını şaba... Bunun hamısını? Hə. Ay Allah, mənə dinəndə elə Qəşəng bəyədən turş bunu. məzə Niyə olacaq. xəmir yemək istəyirsən, bəyəmsən? Onun özəlliyi odur da, təsəvvür elə şirin xəmir və turşməzə meyvə. Bəli. Mən bu gilasla bilirsiniz, gilas deyirəm, bu Vişnə. vişnə ilə bilirsiniz hazırlayıram, toyuq. Hə, mən bir dəfə hazırladım Super dad sözün olur. düzü. Mən bəyənmədim, yəni bizim xanım bəyənmədiniz? yox, mənim xoşuma. Albalı mən nə bilim, mən bəyənirəm albalını. Vişnəli albalı plov da, yəni mən də eləmişəm. Onun suyunu da töksün onun üstünə. Yox, su Yox. lazım. Yox, ha, quru-quru. Bir də Bəli. soğanla da eləmək olur onu. Hələ vişnə ilə bilirsən, yeməmisən vareniki? Yemişəm Ukraynada. Ukrayna nənələri bişirmişdi məndən. Çox və çox ləzzətli. Özü onu soyuq eləyirsən, biraz üstünə belə Bir sənə dadlı xudmani, belə pudra, çüçü də yanı. Dişləyirsən xəmir və orada şirin albalı soku, belə bir mükəmməl. Mən də yemişəm. Hələ Ukrayna borşu. Heyf o günlərdən. Şöyle. Zəhmət olmasa. 2021-dən gözləntin, yəni artıq 2021-dən ən böyük gözləntim sevdiklərimin və özümün canımızın sağ olması. Bəli. Sağlam olmağımız. Yəni virusa yoluxmayaq, heç bir xəstəliklərə yoluxmayaq. Can sağ olsun. Çünki canımız sağ olsa hər şeydən necə deyirlər keçə bilərik. Bütün problemlərdən keçə bilərik. Ondan sonra 2021-dən bəlkə yenidən təhsilimi növbəti pillədə davam etdirməyi düşünürəm. Artıq doktor kimi. 2021-dən gözləyirəm ki, yeni ifalarım, yeni mahnılarım olsun. Sizin kimi dostlar yenidən gözəl verilişlərə dəvət eləsin. Çox sağ olun. Və yaradıcılığımda bundan da artıq inkişaf gözləyirəm. Yəni İnşallah. Təbrik edirəm səni. Sonda sağ ol. ifa gələcək. Təbrik Çox sağ edirəm. ol. Yeni il münasibəti ilə, həmrəylik münasibəti ilə və qələbə ili münasibəti ilə səni. hamımızı, bütün Azərbaycan xalqını təbrik edirəm mən də. Sağlam ol, koronadan uzaq ol, İnşallah. salamat qal, mahnını oxu. Oxuyaq. Gəlsin ifa.
Azərbaycan Xəzər layla çalır sənə Köyüm kəmərdir belinə Xəzinədir hər bucağım Nur parlayır od ocağım Xəzər layla çalır sənə Kürüm kəmərdir belinə Xəzinədir hər bucağım Nur parlayır od ocağım Var min dostun, min sirdaşım Türk oğlu tekner kardeşim Ucadır her yanda başım Azerbaycan, Azerbaycan Var min dostum, min sirdaşım Türk oğlu tekner kardeşim Ucadır her yanda başım Azerbaycan, Azerbaycan Yaşa, yaşa Azerbaycan Var min dostum, min sirdaşım Türk oğlu tekner kardeşim Ucadır her yanda başım Azerbaycan, Azerbaycan Var min dostum, min sirdaşım Türk oğlu tekner kardeşim Ucadır her yanda başım Azerbaycan, Azerbaycan Yaşa, yaşa Azerbaycan Yaşa, yaşa Azerbaycan Verilişin sponsoru Depavit D3 vitamini. Reklamlar bitdi, verilişimiz davam edir. Verilişimizin ilk iki hissəsində Şölə Səfərəliyeva qonaq idi. İndi birazdan isə Tofiq Hacıyev qonağımız olacaq. Amma Tofiq gəlməzdən əvvəl biz reseptləri xatırladaq. Deməli, toyuqdan xörək hazırlayıram. Soğanı mən qızartdım. Eynən mən də belə bişirirəm. Biberi öldürürəm. Bəli. Biber tam ölməmiş. İndi 1-2 dəqiqə biber tam ölməyəndə daha yaxşı olur da. Xörək daha ətirli olur və xeyirli olur. Bu ənənəvi toyuq sosudur da, yəni Susuz da, yəni yox. İndi sən fərqini görəcəksiniz. fərqini İndi bilmirəm. hamı fərqini görəcək. Fərqin görəcək, Elmira xanım fərqli bir toyuq yeməyə hazırlayır və içəridə isə bu şarlottamız bişir. Və buradan belə göstərmirəm, açsanda deyir, bir də açım da. Nə olar? Nə deyim? Tez bax, bağladım. Bişir, bunun içindəki ərzaqları sayardınız. 6 yumurta, Bəli. 2 stakan şəkər, Şəkər, deməli 2 paçka vanil, ağarana qədər çalırıq, yarım stakan duru yağı, 200 qramlıq xama əlavə eləyirik, ancaq artıq mikserlə yox. Yəni ki, yumurta çırpan var. Onunla qarışdırandan sonra 3 stəkan un, 1 paçka qabartma. Yavaşcana qarışdırırıq, protvinə tökürük, yəni listin üstünə və 170 dərəcədə bişir. Və mən buradan qeyd eləmək istəyirəm, yəni ki, rast ki, bu veriliş sırf evdə oturan xanımlar üçündür, yəni evdə xörək hazırlayan xanımlar üçündür. Yəni biz belə deyək də loru dilində. Xanımlar, hər kəsin evində peçi ayrı-ayrılıqda öz dili var. Peçin dərəcəsini ayrılamaq sizə baxır. bu sobanı elə bil qoymalıq 170-ə. 170-ə. Bəli. Konveksiyasız, yəni ki, Ventilatorsuz. Konveksiyasız 170 dərəcədə hardasa 25 dəqiqə bu hazır olacaq. Bu artıq bişir. O bişənə qədər isə sevimli müğənnimiz Tofiq Hacıyev dostumuzu dəvət edirik. Tofiq gəlir, ifası ilə gəlir. Xoş gəlmisən ay Tofiq.
Sənayət Tofiq. Əla, hər şey Buyur əladır. əyləş. Təşəkkür edirəm dəvətə görə. Təşəkkür. Necə gedir işlər ay Tofiq? Əla, hər şey qaydasındadır. Belə həyatımıza davam edir. Yeyinədin 2020-də. Artıq 2020-də bilirsən bu il könüllər ili idi və könüllərimiz üçün yeni himn yazdım və müəllif və ifaçı oldum. Bununla yanaşı Türk xalqları arasında bir layihə oldu. Orada da iştirak elədim. Türkistan adlı bir mahnıda Azərbaycan adından Nərmin Kərimbəyova və mən. Sonra müharibə dövründə Laçın mahnısını ifa elədi. Eynən. Qarabağ Azərbaycandır, Laçın, vətəndən pay Bu gün olmayır. eşidərik də o mahnını. Sevə-sevə. İfa eləyərsən. Sən biz eyni dövrdə universitetdə oxumuşuq və mən o vaxtda fikirləşməzdim ki, Tofiq nə vaxtsa ifaçılığa başlayır. Mən aktyorluq, aparıcılıq düşünürdüm. Amma bir də gördüm ki, Tofiq bizim Tofiq partladı. Yəni mən özüm də düşünmürdüm o zaman. Amma həqiqətən sənin çox gözəl səsin, səhnə performansın var imiş və zaman keçdi, Tofiq oldu Tofiq Hacıyev və xit mahnılar oldu. Bu mahnını çox sevirəm. Sonra bir də mahnım var idi. Sən də məndə. Sən və mən. Necə idi? Sən də məndə. Sən də məndə. O da yaxşı mahnıdır və yavaş-yavaş sonra bir ara aparıcılıq elədi yenə Tofiq. Sonra yenə də davam elədi. İnşallah 21-ci il sənə daha da düşərli olar. Xit mahnıları tam siyahısı çoxalar. Ümid edirəm mən. Laçın mahnısını da çox fərqli ifa eləmisən. Sonunda tamaşaçılar eşidəcəklər. Sənətdən, yaradıcılıqdan danışdıq. İndi mətbəxdən bilirik ki, sən əvvəllər daha da köküydün. Bəli. İndi kök demirəm, sən indi dolusan. Əvvəllər Tofiq yeməklə aran yaxşıdır. Hər zaman. Yəni istər ən arıq olduğum vaxtda belə yeməklə aram mükəmməldir. Yəni insanlar o Fərid hansı ki dietik yeməkləri belə zülmlə yeyirlər. Yəni mən onu belə xüsusi bayramla yeyirəm. Yəni bu mən bəli, yeməyi çox yeyənsən. Ya bəs yeməyi özün hazırlamağı sevirsən? Özüm hazırlamağı sevirəm, amma bunu evdə sevmirlər çünki bütün mətbəxi dağıdıram. Ona görə məni mətbəxdən qovurlar. Elmira xanım da toyuq sousunu artıq bişirir, bitirir. Elmira xanım bildirir ki, bu tam fərqli bir sousdur. Bir fərqli sousdur. Yəni burada bir xırdalıq var. Yəni bizim xanımlar, mən həmişə vurğulayıram ki, canlıdadır. Olsun kotlet, olsun balıq. Mütləq qızğın yağın içinə və xodu, yəni ki, çox olmalıdır. Nə üçün? Ət çatdırmasın kəfini buraxmağa. Elə bir qazın dərəcəsi çox olmalıdır və buxarda bişməlidir. Bəli, mən indi bunu bağlayıram. Mənə nə lazımdır ki, ət yığılsın. Ət yığılandan sonra sarı kökünü də tökəcəm üstünə. Vamla 20 dəqiqə, 25 dəqiqə və xorey hazırdır. Və inanılmaz bir dad. Bilirsən nəyin dadını verir? Fərid. Kəndə ki gedirsən, sən ən üçün çolpa kəsirlər ha. Bax, eynən o xoreyin dadı. Burada kənd çorbası deyil axı bu. İndi gör mən necə effekt yaratmışam da orada. Görək də indi, axırda dadına bax. Söhbət odur da, aşpaz odur ki, heç nədən bir gözəl bir yemək çıxarsın ortaya. Bunun üstündə göy-göyərti vuracaqsan, yoxsa bunda olmur? Bunda olmur, amma o da gel zövqə görə. Yəni ki, bu prinsipiallıq deyil. Məncə, bura göyərti lazım deyil. Niyə? Orada bibərlər ki var, qırmızı, yaşıl, ağ toyuğun rəngi, indi biraz hələ sarı kök tökəcək. Yəni, orada göyərtinin yeri yoxdur. Amma ümumiyyətlə toyuq xorəyi nəyə xoşlayır? Keşnişi. Keşniş möhtəşəm bir göyərtidir. Amma bu xorəkdə hələ baxıcı buradan. Artıq Tofiq da acdır. Birazdan Tofiqlə. Qoxusu bürüb əllərinizə sağlıq. Əminəm ki, yəni qoxusundan artıq bəllidir ki, çox gözəl. Tofiq, Elmira xanım kulinardır. Tanıyırsan? Bəli, tanıyırsınız bəni. Elmira xanımı hamı tanıyır maşallah. Elmira xanım, sizin xəbəriniz yoxdur. Siz evdə oturmuşsunuz, Instagramla 340 neçə min tamaşaçı toplamısınız. Elmira xanım gəlir bura. Mən tanıyıram. O tanıyır. Maşallah. Çox xoşdur. Bu sizin hobbidən artıq bir sənətə çevrilib. Yəni siz bu sənətin, yəni blogerliyi deyirəm və Elmira xanım zaman keçdikcə o gün olacaq ki, sizin 1 milyon izləyiciniz olacaq. İnşallah. O gün bir də yaxşı qonaqlıq verərsiniz 1 milyona. Mən sənə sabada qonaqlıq verəm. Burada, var olun. Mən yeganə insanam ki, mən onu açıq deyə bilərəm. Mən biraz qanım qaraldı Tovuzun hadisələrində, baş ağrısı kimi olması. Nə üçün? Mən başladım, yəni mən fikirləşdim ki, mənim silahım mətbəximizi təbliğat eləməkdir. Və biz dolmanı paylaşdıq səhifədə və yəni ümumi dünya hashtagları orada qeyd elədi və ermənilər məni şikayət elədi.
Səhifənizdə. Mənim səhifəmi, mən çox böyük problem yaşadım, stres yaşadım. Mən bilmirdim şəhid olanlar üçün stres yaşayım ya da səhifəmi. Məndən gündən Instagram 1000 izləyicimi götürürdü. 700 izləyicimi götürürdü və bir gün İradə dedi ki, mama gəl sənin səhifəni bağlayaq. Səhifə bağlı qalsın və deməli qabağıma düşən erməni səhifəsini blok eləyirdim. Yəni hamını blok eləyirdim də. Yəni deyirdim ki, indi mənim səhifəm belədir ki, mən indi onları tanımıram. Onlar Azərbaycanlı familiya ilə də profilinə, yəni ki, gedirlər. Və mən çox 1-2 ay mən stres yaşadım. Mən deməli dolma paylaşdım, qutab paylaşdım və bütün mətbəx səhifələrini çağırış elədim ki, yəni ki, gəlin bir Azərbaycan mətbəx səhifələri kimi biz öz xörəklərimizi təbliğat eləyək. Bu özü də bir təbliğatdır, birlikdir. Yəni bu Bəli, bəli. Və ona görə də bir gün İradə qayıtdı ki, mam sənin xəbərin var, sən 300 min olmusan. Dedim, olmuşam da. Yəni mən yəni izləyicinin hamını istəyir. Prosta fikrimi istəyirəm izah eləyəm. keyfiyyətli izləyici. İzləyici keyfiyyətli izləyici olsun və əsas odur ki, mənim səhifəmi keçən il uğramışdılar. Biz düz bir həftə onu axtardıq. Yəni sağ olsun uşaqlar var ki, o səhifəmi tapdılar. Əsas odur ki, mənim səhifəmə heç olmasın. Siz əsas keyfiyyətə üstünlük verirsiniz, Bəli. kəmiyyətə yox. Onda Bəli, ola bəli. bilər, bilirsən də artırırlar. Yox. Sən də Yalancı sosial bir şəbəkələrdə üstünlük təşkil edirsən, aktivsən. Mən səni oradan daha çox izləyirəm, belə sonra verilişlərdə olursan. Yəni indi sən necə baxırsan sosial, yəni bir müğənnilər Quzu kəsəcəm. Buyur. Bircə dəqiqə. Buyurun. Quzu kəsərəm. Də. Gördünüz? Su Səs- tökmürəm bura. su Elə yoxdur. mən indi bura bax bunu sarı kökü. Bir də onu əlavə eləmək istəyirəm. Əvvəl sarı kökün haqqında yanlış məlumat verdilər. Deyirlər ki, sarı kökü çox yeyən adamın sarılıq olur. Güyəmiş qaraciyərdə, hə. Və mən indi hətta bu hara gəldi sarı kökü əlavə edirəm. Amma yarpaq dolmasına ki əlavə edirsiniz sarı Mən o kökü. bilmirdim. Qarpaq dolmasına sarı kök Fərid. əlavə edirlər. Gəlin bir dəfə burada hazırlayaq. Eləyərik. Təsəvvür elə o yarpağın yaşıllığı və sarı kökün rəngi. Yaşıl bir rəng alınır. Bax, bundan açıq bir yağ o qədər gözəldir. Və sarı kök o ətə özünə məxsus dad, ətir verir. Növbəti həftələrdə eləyərik inşallah bayramdan sonra. Tofiq, sualım o idi ki, yəni Instagramla, yəni sosial şəbəkələrdə biri var müğənnilər efirdən məşhur olanlar, biri var sosial şəbəkədən məşhur olanlar. Sən özün hansından hesab edirsən? Valla, yəni hesab etməkdən əlavə düşünürəm ki, fakt budur ki, mən bir yarışdan tanınmışam. The Voice Azərbaycan yarışından tanınmışam. Amma mənim üçün önəmli deyil əslində sosial şəbəkədə necə deyim, gündəm olmaq və ya efirdə gündəm olmaq. Əsas işimi doğru yerinə yetirim. Bilirsiniz, bunu əsas daha çox düzünü etiraf eləsəm, özümün xoşbəxtliyim üçün eləyirəm. Çünki özüm xoşbəxt olam, işimi düzgün yerinə yetirəndə, yaxşı keyfiyyətli mahnı, keyfiyyətli klip eləyəndə, artıq sonraki prosesdə o 1 milyon olacaq, yoxsa 100 nəfər baxacaq, baxan insan maraqlıdır. İnanırsınız, Keyfiyyətli adamlar baxır yoxsa? Eynən, yəni ondan sonra deyək ki, bir mahnı çıxardıram. Əgər mənə yazan insanlar təbii ki, hər kəsə, hər birinə minnətdaram, bütün izləyən, dəstəkləyən. Amma elə insanlar, xüsusi insanlar var ki, onlar daha çox motivasiya verir, hansı ki, sənin sənətindən olan insanlar. O dəyərli insanlar artıq səni tapır, özləri, yəni mənim ağlıma gətirmədiyim insanlar var ki, mən hər zaman izləyirəm və sevirəm də, deyək ki, onları. Amma onlar özləri şəxsən mənim nömrəmi tapıb məni təbrik eləyirlərsə, artıq bu mənə böyük motivasiyadır. Yəni onda düşünmürsən artıq 1 milyon baxıldı, yoxsa 100 min. Biz də elə verilişlərə elə ona görə hazırlayanda o meyarı tuturuq ki, böyük kütlə baxıb keyfiyyətsiz bir iş görməkdənsə, kiçik kütlə ilə faydalı ola bilmək. Amma mən deyim ki, keyfiyyət seçənlərin həmişə kütləsi geniş olur, eləcə də sizin. Təşəkkür edirəm bütün sənə. Gördüyünüz işlərdən bələdəm. Həqiqətən deyirəm, bunu tam səmimi deyirəm. Fəxr edirəm ki, bax belə keyfiyyətli işdən və böyük kütləni qazana bilirsiniz. Qonaqlarımız da keyfiyyətli olur, aşpazımız da keyfiyyətlidir. Biz çalışırıq ki, bu dövrdə elə bir işlər görək ki, bir tarixdir. Zaman keçəcək, deyəcəklər ki, Fərid proqramlar hazırdır, keyfiyyətsiz bir işlər görürdü. Biz onu eləmək istəmirik, elə siz də keyfiyyətsiz yemələr bişirirdi. Yəni, elə olmalıdır. Çoxluq lazım deyil, az dadımlıq. Elə bizə yəni ümumi veriliş hazırlayanda bu konsepsiya mahnı olanda deyil, qısa olmalıdır, dadımlıq olmalıdır. Dadı damağımızda qalmalıdır. Elə mahnımızda, yeməyimizdə, verilişlərimizdə. İnşallah bu il, yəni gələn il, üzümüzə gələn il inanıram ki,
Azərbaycan tam başqa bir Azərbaycan olacaq. Tam başqa bir baxış bucağımız olacaq. Parlaq gələcəyimiz olacaq. Bax mən həmişə nə deyirdim? Deyirdim ki, Azərbaycandır, ölkəmizdir. Hər hansı bir travel layihə ölkə daxili hazırlayanda, getdin Qubaya, Qusara, Lənkərana 20 bölüm hazırladım, bitdi. İndi bitməyəcək. İndi təsəvvür edin, Qarabağın nə gözəl adəti, ənənəsi, abidələri, gəzməli, görməli, yeməli, içməli, nə qədər şeylər var. Nə qədər bizim, mən indi baxdım, fikirləşdim ki, bu tərəfdən nə qədər biz yaralıymışıq. Baxın, Kəlbəcər, Laçın, Şuşa, hərəsinin özü tam unikal bir yerlərdir, tam fərqli bir təbiət, tam fərqli bir mədəniyyət. Və elə bir nəsil yetişirdi ki, artıq o yerləri heç görməmişdi. Şəxsən mən özüm Qarabağlı olsam da. Qarabağlısan? Eynən, Qarabağlıyam, Ağdamlıyam. Ağdamlısan? Bəli, amma heç vaxt görməmişəm. Yəni, və nəhayət düşünürəm ki, necə deyərlər, babamın məzarı məsələn oradadır. Ümid edirəm ki, gedib tapa biləcəm. Ümid edirəm ki, gedib o yerləri görə biləcəm. Və artıq insan bu dönəmlərdə bilirsiniz də paylaşırlar şəkillər ki, belə bir yerdə var, belə bir yer. Mənə elə gəlir ki, çox gözəl bir dövr olacaq. Bütöv Azərbaycan olaraq artıq 2021-də möhtəşəm günlər bizi gözləyir. İnşallah o gün olsun. Gedəsən Ağdamda, bu Ağdamda tikilsin, bərpa olunsun, oranın mədəniyyət mərkəzində, hər hansı bir konsert sarayında konsert verəsən. İnşallah, inşallah. İndi də sizə söz verirəm, reklamlardan sonra danışacağıq, amma indi isə reklamlar. Sizə Astara düyü haqqında danışmaq istəyirəm. Astara düyü bir başqa aləmdir. Astara düyü yerlidir. Öz məhsulumuzdur. Haşimi növündən bişirir sizə evdə. Qonşular gəlib deyəcək ki, bu nə düyüdür? Bu astara düyüdür. Qeyd edeyim ki, astara düyü təbiidir, yerlidir. Yəni o düyülər olur, dillərlə plastik, ondan bundan. Ondan deyil. Yəni 100% təbii, orqanik düyü, astara düyü. Siz də alın, siz də razı qalın. Sizə Maliochek Art Design qrupu haqqında danışmaq istəyirəm. Baxın, bu studiyamızı Maliochek Art Design qrupu dizayn eləyib və baxın, bu tablonu da onlar çəkib. Siz də bu tablolardan, yəni bu formada eksklüziv, fərqli tablolar istəyirsə Maliochekə zəng eləyin, Maliochekin Instagram səhifəsinə yazın və bir də eksklüziv gödəkçə əldə etmək istəyirsinizsə elə tam zamanıdır, payız aylarıdır. Maliocheklə əlaqə saxlayın və istədiyiniz rəsmi həkk elətdirin. Həmin gödəkçələrin üzərinə həkk olunan rəsmlər yuyulduqda belə getmir. 100% zəmanət verilir. Reklamlar bitdi, verilişimiz davam edir. Mənim adım Fəriddir, mən mənim süfrəmin verilişini aparıram. Elmira xanımla birgə belə deyək. Və Elmira xanım bugün toyuq sosu bişirir və ondan əvvəl də şarlotta şirniyyatı hazırlamışdı və biz Tofiqlə bir yerdə bu şarlotta salat, piroqun və bu yeməyi yeyəcəyik. İnşallah. Yəni ki, burada çox gözəl bir görüntüdür. Yəni ki, bu xörəyin özəlliyi. Bax, görün, mən bir dənə qazanla çıxdım ortadan. Bəli, bəli. Qazanla gəlmişdiniz, burada amma... suyu bişirim, Suyu orada hardan tapdınız belə soruşmağa? Pomidorun suyudur? Bütün ərzaqların suyu var. Ətin də suyu var. Bəli. Yağ da var biraz. Yağ da var biraz, soğanın suyu, sonra biberin, pomidorun suyu. Məsəl üçün mənə deyəndə ki, yarpağı bişiririk, kəf çıxır. Deyirəm ki, ay bala, yarpağı yuyursuz, o sulu. Göyərtini yuyursuz, o sulu. Düyünü yuyursuz, o sulu. Deyirəm, yəqin ətimiz, yox, bizim içliyimizin su axmır. Hamısında su var. Və o dolma ki, polnu xod qoyurlar, o su buraxır canından, həmin o içlikdəki sulu olub deyən, həmin o ətin suyu da kəfdir. Bir sual verim sizə. İkisini ver. Dünən balıq vardı, donmuş. Hə. Mən həmişə o balığı qaynadanda kəf çıxmırdı. Dolmuş, don biraz açdım, suyun içine atdım, getdim televizora baxdım. Gəldim, gördüm ki, kartofu da atmışdım içine, dəfnə yarpağını atıb balıq qaynadırdım da, belə az duzlu. O tərəfdə qayıtdım, gördüm ki, kəfin içində batır. Səhil eləmə, heç vaxt. Nəyi səhv eləmişəm? O balığın donu açılmalıydı. Açılmalı, onu gözləməliymişəm. Sən mütləq onu gözləməlisən. Necə ki, mən indi o toyuğun özünü, suyu çəkilmiş toyuğu ki, qoydum oraya. Bax, yenə, sən indi buradasan. Bildim. Yəni, sən gərək elə bir deyəsən ki, ekranın otayında xanımlar inansın. Kəf var burada. Yoxdur. Bax, buna baxın, heç bir şey yoxdur. Su tökdüm bura, yox. Milyon adamın içində mən bu prosesi... Bax, bu bunun suyu. Burada artıq su lazım deyil. Yox, amma biri də var. Əyyəm külfət böyükdür. Mən orada bir söz demirəm. Su əlavəli... Onda ora zövqə görə kartof yox.
əzizim, başına dönərəm sən. Onda kartofu ora qoyursan, yəni ki, evdə elə ev var ki, heç kartof xoşlamır bunda. Və Bunda kartof o yox. kartofun üstünə su çıxan suyu tökürsən. Kartofun üstünə. Amma burada su ehtiyac yoxdur. Buna baxın, elə bilərsin ki, bura su. Və bu indi bu minvalla bişəcək, olur ləzzətli. Sözüm yox. Mənim də sözüm yoxdur. İşini bu qədər sevən və bu qədər həvəslə təqdim edən Elmira insana xanım ancaq yemək bişirəndə xoşbəxt olur, üzü gülür. Təsəvvür eləyin, saatlardır ayaq üstədir, oturmur. Deyir, mən iş vaxtı oturmuram. Otura bilmərəm. Mən o qədər məsuliyyətliyəm ki, mən bu ərzaqları düzməliyəm. Həm də elə çatdırır ki, veriliş bitəndə yeməklər də Artıq bitir. hazır olur. Artıq bu insanda bu peşə vərdişidir, peşəkarlıqdır. Hələ məndə hələ nə sürət var? Sən gör, istehsalatda işləyən xanımların sürəti nə var? Necədir? Gün ərzinə neçə dənə bulka, neçə dənə Nə qədər bulka? hazırlamısınız maksimum? Mən Gün ərzində? istehsalat rəisi olmuşam. Nəzarət edir. Nəzarət eləmişəm. Amma qızlar var ki, günə, məsəl üçün, mən işlədiyim istehsalatda, yəni gözəl bir kampaniyamız var idi. Mənim piraşkovi briqadam var idi. O qızlar gün ərzində 6000 piraşki bişirirdilər. 6000. 6000 piraşki. Və vitrinə isti piraşkilər gedirdi. Piraşki də bilirsən nədir? Mən indi həmin piraşkini bişirəm evdə. Piraşki yediyim, mən yaxşı piraşki yediyim. Sonuncu dəfə Ukraynada yemişdim. Hə. O qəşəng belə piraşki. Ondan sonra mən qəşəng piraşki tapa bilməmişəm. Bir dəfə gün bişirərsiniz canlıda burada. piraşki Kartof hazırlayıram. yox. Canlıda. Deməli, mənə bir qəşəng mikser, planetarni mikser hədiyyə vermişlər və mən canlı açdım, piraşki hazırlayıram. Piraşki deyirəm sənə. Piraşki deyir də yedəməyə də, böhrümdən yan belə keçmə. Bir də görürəm ki, kommentə yazırlar. Ay baxam, o talkuçkada uzun piraşki var. Ay bala, o O haram. Mən sənə 50 qramlıq kündədən piraşki hazırlayıram. Talkuçkada 20 qramlıq kündəni uzadırlar. Vururlar Bu boyda da maddələr. kartof. Bəli, elədir. Piraşka söhbəti gedir yəni. Sonuncu da piraşkina bax. Sonuncu dəfə piraşki uzun müddət deyəsən yemirəm. Çağırarıq. Yarım ildir filan. Növbəti həftələrdə də piraşka bişirəcəyik. Heç bir problem Bir yoxdur. yeməyimiz var. İndidən yazırıq biz dəftərə ki, yaddan çıxmasın. 2021-ci ildə, 2020-ci ildə keçmiş planları danışdıq elədiklərini. İndi yəni dəftəri qabağına qoyub planlamısanmı 21-ci ildə, Hə. yeni ilimizdə nə edəcəksən? Təbii ki, plansız iş görmək mümkün deyil məncə, mən belə fikirləşirəm. Planlarım var, bu ildən yarım qalan planlarımı ötürmüşəm ki, gələcək Bu il ilə. hamının planı yarım çıxır. Bir albom nəzərdə tuturam, akustik albom. İkinci albom olacaq ingilis dilində, biri Azərbaycan dilində. İki albom düşünürəm, ondan əlavə beynəlxalq bir layihədə iştirak etməli idim. Pandemiyaya görə alınmadı, amma növbəti ildə inşallah. Eurovision idi yoxsa? Yox. Belarusiyada bir layihədir, onunla bağlı. Yəqin ki, 2021-də orada iştirak eləyəcəm və təbii ki, arzuluyuram ki, nəhayət kliplər, mahnılarla davam eləyə bilim. Yeni kliplər gözləyirik səndən fərqli. Mən özüm də gözləyirəm valla. Dinləyicilərə minnətdaram. Biraz da çox yazanda, onlar tələb eləyəndə biraz düzünü desəm utanıram. Mən artıq belə xəcalət çəkirəm ki, vallahi yeni mahnı olacaq, vallahi klip olacaq, amma dayanmadan hamı istəyir. Düşünməlisiniz ki, indi hal-hazırda çətindir, amma bu çətinliyin içində belə yeni 3-4 mahnı yəni hazırlanmış. Akustik hansı ifalar düşünürsən? Yəni Akustik oxuduğun mahnıların akustikin yoxsa fərqli? yox, fərqli mahnılar olacaq, yeni mahnılar olacaq, amma yalnız akustik Biz akustik proqram hazırlamaq istəyirdik. Yəni yenə də fikrimiz var, fərqli müğənnilər gəlsin. Çox gözəl fikirdir. Həqiqətən. Onu məncə çox insan istəyir Azərbaycanda. Yəni onun üçün tamaşaçılar, eləməyə hər şey var. dinləyicilər. Sadəcə bilmirəm, müğənni kütləsini düşünə bilmirəm ki, yəni bizdə o qədər müğənni varmı ki, biz bunu bir mövsüm eləyə bilək. Yəni Tutaq ki, məncə Zamiq gəlib oxuyacaq, sən gəlib oxuyacaqsan, Röya oxuya bilər və bir neçə nəfər var. Tutaq ki, digərlər var. Amma bu qədər mən inanıram. Səncə varmı 20 veriliş hazırlamalı? Yəni sənə məncə həqiqətən var, ciddi yetəri qədər varmı? Valla var. Hələ ondan da çoxdur. Amma bu işlə yəni bəlkə mən ifaçıyam deyə çox tanıyıram, çox maraqlanıram. Amma o qədər tanınmayan, Tanınmayan, bəli. amma yəni ifası ilə kütləni cəlb eləyə biləcək ifaçılar var ki, akustikdə nə lazımdır? Canlı, gözəl ifa eləyə bilmək və hissi ötürmək. Məncə yetəri qədər ifaçı var. Dəstəkləyirəm bu layihəni mütləq eləyək. Danışarıq bax. Lazım olsa sənin dəstəyini alarıq. Həqiqətən biz düşünürük ki, belə bir keyfiyyətli layihələr lazımdır televiziyalara və orada
musiqi danışır. Nə qədər müğənni gələr, hə, nə ağarsan, nə edirsən, nə tərsən, yəni o düzün deyə də, Yəni ifaçının işi nədir? İfa etmək. Canlı ifa eləmək. Əslində musiqi mahnı canlı ifa eləmə sənətidir ki, yəni yeni mahnı çıxarırsan okey kliplə. Yəni amma hər dəfə necə deyim, tamaşaçılar eyni səsə qulaq asmamalıdır. Bu dəfə Tofiq necə Fərqli. oxuyacaq sən mahnısını? Görəsən hardasa xırda səhv eləyəcək. tam fərqli olur ya bəzən mahnılar. Mən əlbəttə, mahnılar əlbəttə. eşitmişəm ki, tutaq ki, bunu başqa aranjmanda fərqli gəlib mənə, amma onu mən akustik sevmişəm. Eynən. Çox məndə də elə olur. Yəni ifalar mütləq təzə mahnı çıxanda girib araşdırıram görüm canlı hardasa oxuyub yox, necə alınır. Belə, yəni məncə tamaşaçılar canlı ifanı sevir və ən azı eyni mahnını fərqli formada təqdim edir. Mən sizə əmin edirəm ki, bir müğənninin 4-5 konsertinə baxa bilərsiniz, hər birində fərqli-fərqli ifa Bəli. edir. Sənin də səsinin olmağı Bəğdədinə Ağdamlıyam. Hələ Qarabağlı olmağındandır məncə və bəlkə akustik dediyi bu sən mahnın var, bayaq oxudum. Bəli. Bəlkə onu bir akustik nəsə akustik yox, alınmayacaq, yəni akapella akapella getsin, alınacaq. akapella getsin də, yəni indi akustik yoxdur yəni. Həyatda mənim ki bir sənsən, bunu sənə bir deyə bilsəm, ürəyimin gizli yerində gizlərəm. Gecələrimin günəşisən, səni yanımda istərəm, yenə səni son nəfəsimədək gözlərəm. Belə. Super yeməyimizə bax. Bəh. Artıq bir neçə dəqiqə sonra bişəcək. Resepti və son olaraq tamaşaçılar bəzən şikayətlənir ki, mən verilişin ortasına baxmışdım, resepti görə bilmədim. Bir də deyirik, hörmətli tamaşaçılar, Şarlotta piroqun üçün nə lazımdır? Deyin bir-bir. 6 yumurta, 6 yumurta, 2 stakan şəkər, 2 stakan 2 şəkər, paçka vanil, Vanili tökülük qaba, qarışdırırıq. ağarana qədər çalırıq. qarışdırdıq. Əlavə eləyirik yarım stakan duru yağ, bir dənə xama, 200 qram xama. Onu artıq mikserlə yox, yumurta çırpanla ki, bizim çalınmış kütləmiz yatmasın. Əlavə edirik 3 stakan un və bir dənə kabartma. Yavaşcana qarışdırandan sonra listin içinə sərilmiş kalkanın üstünə xəmiri boşaldırıq və üstünə albalları düzürük, bişiririk. Bu şarlotanı şaftalı ilə də bişirmək olar. Niyə şaftalı ilə deyəcəm indi? Bu şaftalını gavalı ilə də bişirmək olar. Yenə deyəcəm niyə? Ona görə ki, o meyvələrə isti dəyən kimi onlar yumuşaq olur. Amma əsl şarlotanın malı albalıdır. Niyə? Bizim gözəl oğlanımız, pəhrizdə oturan uşaqlar, xanımlar, yəni xəmir şirindir, albalı turşdur, yəni figuralarına bir problemi yoxdur. Çoxdan oturub, dura bilmir. Heç bir problemi yoxdur. Və biz onu, bax bu cürünə peçdə 170 dərəcədə konveksiyasız rejimində biz bişiririk. Ventilatorsuz, pərsiz. Ventilatorsuz. Ventilator nə edir orada? Yəni ki, ventilator havanı qovalayır orada. Yaxşı bişir. Tez bişir. Tez bişir. Amma tez bişməməlidir. Yəni bu peçlər indi çıxıb. Bu peçdə qəşəng bişir qoqal. Bu peçdə qəşəng bişir şəkər bura, badam bura. Hətta paxlavanın özündə burada konveksiyasız bişirmək lazımdır. Yəni bişir, soğuyandan sonra biz onun üstünü şəkər kirşanı ilə səpəcəyik, olacaq möhtəşəm. Və məsəl üçün indi verilişə yenə deyirəm ki, xanımlar baxacaq, yenə deyirəm çox rahat başa gələn biskvitdir, kekdir. Yəni kim ki çətinlik çəkir biskvit bişirməyə, onlar arxayınca, bax bu cürünə bax xəmiri hazırlayıb bu cür bişirirlər, onu yarı bölürlər, krem çəkirlər, istədiyi kimi bəzəyirlər. Hətta bərk gedən mağazalarda belə tort yoxdur. Bərk gedən verilişlərdə, yəni belə yeməklər pişirir Belə tortlar və var, yəni. bərk gedən insanlar da, yəni D vitamini qəbul eləyir. Bərk gedən D vitamini hansıdır? Defavitdir. Defavit qəbul elə bilirəm ki, bu yaxın zamanda immunitetin düşmüşdü, xəstələnmişdim və hər gün qəbul elə ondan damcı şəklində defavitdən və Şarlottamız hazırdır və qısa araya çıxırıq. Qısa aradan sonra yenidən verilişdə olacağıq. Və qısa ara bitdi, yeməyimiz hazırdır, toğ sosumuz, qablarımız da, tərtibatımızı da Vəsilə xanıma təşəkkür edirik ki, bu yeni il ab-havasında studiyamızı bəzəyib və albalılı piroq, Şarlotta piroqu, Tofiq, mən yedim dadlıdır, bir sən də dadına bax. Mən də yedim. Bir dənə yaxından Gəl, xanımlara göstər xanımlara. Görsünlər ki, necə bir mükəmməl, möhtəşəm bir görüntüdür. Buna baxın, xanımlar bişib,
heç bir problemi yoxdur və yenə də vurğuluyuram. Yəni ki, çəkinmədən kim ki biskvit bişirməyə Bəylər baxa bilər. çəkir, Xanımlar buna gedir. bax. Bəh, bəh. Görsən ki, Super. bişib, heç yarım saat keçmədi, 170 dərəcədə. Yenə Bişirilir. təkrar eləyim resepti. 6 da yumurta. Yox, gəl belə eləyək. Tamaşaçılar artıq bildi, aşağıda da yazılıb. Verilişin sonunda da görünəcək. Siz də bişirin, hazırlayın, Nuş edin. nuş eləyin. Sizə təşəkkür Ailə edirəm. üzvlərinizi sevindirin. Mən sizə təşəkkür edirəm. Yeni ildə görüşərik. İnşallah. İnşallah. Tofiq, Təşəkkürlər sağ dəvətə ol. görə. Həmrəylik günü mübarək, Mübarək bayramı olsun. mübarək. Hər kəs təbrik edirəm. Çox sağ ol. Sağ ol və buradan bütün tamaşaçılara təşəkkür edirəm. Nəyə görə? Bu bir il ərzində bizi izlədiniz. Bu ilin son buraxılışı idi. Gələn il inşallah yeni uğurlar arzulu edirəm bütün tamaşaçılarımıza və gələn il arzu edirəm ki, yenə də deyirəm, mən bu proqramın bir bölümünü Qarabağda, Şuşada hazırlayım. Bu mənim arzumdur. 2020-ci il enişli yoxuşlu oldu. Ən kulminasiya pik nöqtəmiz, qələbəmiz oldu. Biz artıq Qarabağdayıq. Bu yeni ildə demədik ki, inşallah gələn il Qarabağ azad olsun, ora gedək. Artıq azad olunub, ora gedəcəyik. Biz qalib millətik, biz qalib xalqıq. Allah şəhərlərimizə rəhmət eləsin. Allah ordumuzu qorusun. Allah prezidentimizi qorusun, ölkəmizi qorusun. Yeni ildə yeni ideyalarla, yeni fikirlərlə görüşərik. Sonda da Laçın mahnısı gəlir. Bu ifa da Tofiqdəndir. Bütün Azərbaycanımıza, Qarabağımıza həsr edirik.
Verilişin sponsoru Depavit D3 vitamini.